Salam dəyərli dostlar, mən Ceyhun Familoğlu. Sizlər üçün hazırladığım sınağın izahını verəcəm. Çox gecikmədən, Allah başlayaq. Deyir ki, hansı cüt ədəddən sonra gələn ədədin 4 qatı 248-dir. İlk öncə hansı ədədin 4 qatı 248-dir? Geri qalxma üsulunu həll edəcək. Odur ki, 248-i bölürük 4-ə. Bu da edir 62. Deməli 62 ədədin 4 qatı 248-dir. Yaxşı, hansı cüt ədəddən sonra gələn ədəd 62 olur? Cavab 60-dır. Ona görə cavab B bəndədir. Sonra bütün tərəfləri kvadrat olan fəza fiquru hansıdır? Fəza fiquru deyirsə bir dənə cavab var, o da kubdur. C bəndi. Deməli belə bir misal yazılıb. 65. Deyir ki, bərabərsizliyin ən böyük qiyməti ilə rəqəmlərin müxtəlif, ən kiçik iki rəqəmli ədədin cəmi tapır. Bizə burada ən böyük soruşursa, deməli biz nəyi tapacaq? 203, 65-i. 65 çıxırıq 3. Çıxırıq 3. 2x bərabər kiçikdir 62-dən. X da kiçikdir 31-dən. 31-dən də kiçik və şərtin daxilində ən böyük ədəd neçədir? O da bərabər 30-a. Və deyir ki, bu yəni 30-la rəqəmlərin müxtəlif ən kiçik iki rəqəmli ədəd. Rəqəmlərin müxtəlif ən kiçik iki rəqəmli ədəd oldu. Onunla da 30 cəmi edir 40. Cavab 40. Sonra keçək növbəti testə. Düzbucağın eni 50, uzunluğu 6 desimetr olar, 50 santimetr olsa, uzunluğu 6 desimetr olarsa, düzbucağın sahəsi neçə metrdir? İlk öncə düzbucağı çəkirik və görürük ki, ölçülər müxtəlifdir. Yəni 1 santimetrdir, 1 desimetrdir və cavabda da metr soruşur. Neçə metr olduğunu soruşur. Ona görə biz desimetrdə santimetrə çevirək. Üzr istəyirəm, 50 santimetr, bu da 60 santimetr və düzbucağın sahəsi nəyə bərabərdir? Enin uzunluğu olan hasili. 60 var 50 bərabər 3000 santimetr kvadrat. 3000 santimetr kvadrat. Və bunu nə metrə çevirsək, əlbəttə ki, santimetr metrə çevirəndə 2 0 gedir, qalır 30. Deməli, 0,1000-də 4 desimetr neçə santimetrdir? Desimetr santimetr çevirəndə əlbəttə ki 10-a vuracaq. Bunu bir kəsr üsulu ilə edək. Vururuq 10. Bundan da bu ixtisar gedir. Olur 0,4. 0,4 cavab D bəndidir. Və burada deyir ki, 87853 ədədində neçə minlik var? 87853 ədədində neçə minlik var? İlk öncə minliyi tapırıq. Təkik, onluq, yüzlük, minlik. Və sonra ondan sonra gələn ədədlər üzərindən xətt çəkirik. Cavab tapırıq. Edir 87. Cavab bəndi. Testimiz bu qədər. İzahlarımız bu qədər. Kanala abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayaq. Uğurlar hər birinizə.